Dünənki hadisəni gözlənilməz hesab etmək olmaz. Çünki elə son 30 il ərzində, 30 ildən də biraz çox müddət ərzində İranın Azərbaycana qarşı atdığı bütün addımlar nəzərdən keçirdikdə biz bunun təsadüfi olmadığı qənaətinə gələ bilərik. Elə 3 il əvvəl səfirliyimizə edilən hücum və diplomatımızın həlak olması, başqa bir səfirlik əməkdaşının yaralanması, ağır şəkildə yaralanması və bütün bunlar və İran hakimiyyətinin bu hadisələrə başqa bir don geyindirmək cəhdləri onu göstərir ki, İran heç vaxt Azərbaycana qarşı xoş niyyətli ölkə olmayıb. Yəni, işğal müddətində işğalçıları dəstəkləməsi, daha sonra Zəngəzur dəhlizinə qarşı davamlı olaraq inadlı şəkildə çıxışları və indi də Naxçıvana hücum etməsi onu göstərir ki, İran hakimiyyəti Azərbaycana qarşı münasibətində səmimi deyil, xoş niyyətli deyil və xüsusilə İran Xarici İşlər Nazirinin dünənki izahı ümumiyyətlə məntiqə sığmır. Yəni, nazirə bildirilir ki, sizin ölkənizdən bizim ölkəmizin ərazisinə dron hücumu edilib, o isə bu faktı ümumiyyətlə təkzib edir. Yəni, bu qədər açıq bir fakt qarşısında bir dövlətin naziri, Xarici İşlər Naziri bu faktı təkzib etməsi, yəni desə ki, araşdıracaq, baxacaq, görək hardan gəlib, necə gəlib, kim atıb və s. Bu başqa məsələ. Amma ümumiyyətlə təkzib edir ki, belə bir şey olmayıb. Və bu da onu göstərir ki, İran hakimiyyəti öz münasibətində, bizə qarşı münasibətində səmimi deyil. Bəs məqsəd nə ola bilər? Mən düşünürəm ki, İranın məqsədi ümumiyyətlə nə qədər çox ölkələri bu savaşın içinə cəlb etsələr, onlar düşünürlər ki, bəlkə o qədər tez müharibənin dayandırılması haqqında səslər ucala bilər. Amma bu kökündən yanlış bir yanaşmadır. Çünki əgər müharibənin olmamasını və yaxud tez bir zamanda dayandırılmasını istəyirdilərsə, müharibə başlamamışdan öncə lazımi addımların atılmasına ehtiyac vardı. Həftələrlə Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqlar uğursuzluqla nəticələndi və bu müharibəni öncədən də görmək mümkün idi. Və indi bütün Körfəz ölkələrini və indi də Cənubi Qafqaz ölkələri Türkiyəyə raket atmaq cəhdi və Azərbaycana dron hücumu onu göstərir ki, İran bütövlükdə regionu müharibəyə sürükləmək istəyir və nəticəsinin İranın özü üçün daha ağır olacağını düşünmədən belə. Çünki bir var ki, bir və ya iki qüvvəyə qarşı mübarizə aparırsan, bir də var ki, onlarla ölkəni özünə qarşı çevirməklə İran nəyə nail olmaq istədiyi anlaşılan deyil belə bir şəraitdə. Buna baxmayaraq... Yəni, bu cür addımı hansı, necə deyim, sağlam düşüncəli ata bilər ki? Yəni, bu sağlam məntiqə sığışmır İranın bu addımları. Digər tərəfdən düşünürəm ki, İranda hakimiyyət boşluğu var, hakimiyyət demək olar ki, yoxdur və ola bilər ki, İran hakimiyyətində xüsusilə hərbi dairələrdə olan anti-Azərbaycan ünsürlər ki, həmişə yer alıblar orada və hər zaman Azərbaycana qarşı təhdidlər səsləndiriblər. Onlar heç bir sanksiya olmadan, heç bir əmr olmadan da bunu ata bilərdilər. Amma istənilən halda, əgər Abbas Arakçı məsələn özünü hesab edirsə ki, o hələ də İran İslam Respublikasının Xarici İşlər Naziridir, o zaman ona da cavabdehdir İran hökuməti. Yəni, o öz başına əgər addım atılmış olsaydı belə, ona görə də İran İslam Respublikası dövlət olaraq cavabdehdir və ona görə Cənab Prezidentin qoyduğu tələblər ən qısa bir müddətdə yerinə yetirilməlidir, araşdırılmalıdır. Məsələ kim tərəfindən baş verib, günahkarlar cəzalandırılmalıdır, üzr istənilməlidir və s. Və bu birinci hadisə deyil ki, 3 il əvvəlki səfirliyimizə hücum olunan zaman da onlar Azərbaycanın iradəsini gördülər ki, Azərbaycan sona qədər öz tələblərinin yerinə yetirilməsi üzərində inadla dayandı və buna nail oldu. Və bu dəfə də düşünürəm ki, Azərbaycan dövləti bu hadisənin bütün detallarının təfərrüatları ilə araşdırılmasına nail olacaq, günahkarların cəzalandırılmasına nail olacaq. Əgər ondan daha tez İran hakimiyyəti ümumiyyətlə aradan qalxmayacaqsa, yəni onu da gözləmək olar. İstənilən halda Təhlükəsizlik Şurasının iclasını izlədik və aydındır ki, Azərbaycan dövləti, Türkiyə dövləti və bizə dost, tərəfdaş olan ölkələr hər birisi öz narahatlığını və dəstəyini ifadə etdi.
əgər elə bir zərurət yaranarsa ki, cavab tədbirləri atılsın, Azərbaycan tək olmayacaq. Bəli. Və bunu da İran hakimiyyəti Çox yaxşı bilməlidir və bilir. anlamalıdır. Bu arada elə dünənki Təhlükəsizlik Şurasının iclasında ən önəmli istiqamətlərdən biri də hansı ki, silahlı qüvvələrin hazırlıq vəziyyətinə gətirilməsi məsələsi idi. Bir nömrəli səfərbərliyin elan olunması bugün Ceyhun Bayramov da qeyd elədi ki, daha da yüksəldilir hazırki vəziyyət və gözləyirik. Tapşırıqlar verilib bundan bağlı. Azərbaycanın addımı hansı istiqamətdə ola bilər? İrandan gələ biləcək cavaba yönəlik. İranın verəcəyi cavabdan asılı olaraq Azərbaycan ya üzrxahlığı qəbul edəcək, onların səhv addım atdığını anlayışla qarşılayacaq və bu hadisənin bir daha təkrarlanmamasını tələb edəcək. Yox, əgər bunun tam əksi olsa? Tam bunun əksi olsa, o zaman Azərbaycan prezidenti öz qərarını verəcək. Bu sadəcə təkcə Azərbaycandakı istək və arzudan asılı olmayacaq. Bu, həm də regionda, bölgədə bugün baş verən və davam edəcək hadisələrin sabaha, bürsü günə, digər tarixlərə olan durumundan asılı olaraq Azərbaycan çox güman ki, qərar qəbul edəcək. Lazım gəlsə, Azərbaycan maraqlarını müdafiə etmək baxımından Azərbaycan bütün addımları atmağa hazırdır. Hazırdır. Bu arada Cavanşir bəy, İrandan bu və ya digər formada, eyni formada təxribatların davamını görmək mümkün olarmı? Yəni, bu ehtimalı dəyərləndirmək olarmı? Nəzərə alsaq ki, bundan öncə də siz də xatırlatdınız ki, neçəsini görmüşük, müxtəlif formalarda təxribatları. Ermənistana dəstək fonunda ola bilər, gizli ya da açıq şəkildə dəstək, ya da ki, elə səfirliyimizə olan hücum formasında. Yəni, elə bir ehtimalları gözləyə bilərikmi qarşı tərəfdən? Buna bir mənalı cavab vermək çətindir. Hər halda belə bir ehtimal yenə də var. Niyə görə bir mənalı cavab çətindir? Çünki biz hələ bilmirik ki, bu dövlət səviyyəsində verilmiş göstərişin nəticəsi olaraq Naxçıvana raket atılıb, dron hücumu həyata keçirilib, yoxsa bu hansısa bir komandirin öz şəxsi təşəbbüsü ilə baş verib. Bunu bilmədiyimizdən biz bu ehtimalı tam bir mənalı şəkildə deyə bilmərik. Amma belə bir vəziyyətdə, bölgədə çox ağır bir müharibənin getdiyi bir dövrdə heç bir ehtimalı istisna etmək düzgün olmazdı. Mənə elə gəlir ki, hətta müharibə başlamamışdan da əvvəl həm Türkiyədə, həm Azərbaycanda lazımi hərbi nöqteyi nəzərdən, lazımi hazırlıq işləri aparılıb və hadisələrin hansı istiqamətdə hərəkət edəcəyindən asılı olaraq müvafiq taktiki addımlar nəzərdə tutulub. Və bu, əlbəttə, hərbi sirr olduğundan biz bunu bilmirik və açıq da söyləyə bilmərik, hətta bilsək də. Amma istənilən halda düşünürəm ki, elə bir ehtimalı ki, yəni növbəti dəfə belə bir hadisə baş verə bilərmi? İstisna etmək olmaz, bəli, baş verə bilər. Bu arada, təbii ki, vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün prioritetdir ilkin olaraq. Və buna müqabil olaraq da həm düzdür, biz diplomatik rəsmi addım da atdıq, nota da verildi ilkin olaraq və ardınca da Azərbaycanın Tehrandakı səfirliyin nümayəndələri, həmçinin Təbrizdəki konsulun nümayəndələrinin də ölkəmizə təxliyəsi prosesinə də başlanıb, bununla bağlı göstərişlər də verilib. Biraz bu dünən əslində Xarici İşlər Nazirliyinin verilən, yəni Xarici İşlər Nazirliyinə çağırılaraq İran-Azərbaycandakı səfir, ona nota verilməsi məsələsinə də bir qədər istərdim toxunaq. Onunla bağlı fikirləriniz necədir? Bu standart bir davranış qaydasıdır. Ümumiyyətlə, dövlətlər arasında hansı bir mübarizə yarananda, belə bir situasiya yarananda səfir Xarici İşlər Nazirliyinə çağırılır və ona nota təqdim olunur. Və Azərbaycan həm şifahi şəkildə, həm yazılı şəkildə öz etirazını artıq bildirib. İndi növbə İran hakimiyyətinindir. Onlardan biz cavab gözləməliyik və bu cavabın məzmunundan Azərbaycan dövlətinin daha sonra atacağı addımlar bəlli olacaq. Və İran səfirinin Xarici İşlər Nazirliyinə çağırılması, digər tərəfdən Azərbaycana edilən dron hücumundan sonra Azərbaycanla əlaqə saxlayan digər dost tərəfdaş ölkələrin rəsmilərinin Azərbaycan lideri ilə və yaxud Xarici İşlər Nazirliyi ilə danışıqlarından sonra mənə elə gəlir ki, İran hakimiyyəti özü üçün biraz daha gələcək addımları daha dəqiq müəyyənləşdirməlidir, hesablamalıdır. Çünki yəni, daha bir qüvvəni
öz üzərinə cəlb etməklə İran hakimiyyəti bu müharibədən yaxa qutara bilməz. Çünki müharibənin səbəbləri tamamilə başqadır. Müharibənin səbəbləri Azərbaycan və yaxud Ermənistan, Gürcüstan deyil, Türkiyə də deyil. Müharibənin səbəbləri tamamilə başqadır. Buna görə İran hakimiyyətinin belə bir darmacalda bu işə aidiyyatı olmayan, bu münasibətlərə heç bir şəkildə mənfi təsiri olmayan dövlətlərə qarşı bu cür təcavüzkar addımı İran hakimiyyətinin maraqlarına ziddir əslində. Bəli. Bəs yaxşı, elə İran hakimiyyətindən danışırıqsa, rejimdən danışırıqsa, hazırki məqamda əgər vəziyyəti biraz da müşahidə eləsək, Cavanşir bəy, Birləşmiş Ştatlar İran müharibəsi nəticəsində İrandakı rejimin sonunu necə görürsünüz? Mənimlə gəlir ki, rejim ümumiyyətlə öz həyatını yaşayıb və bitirib. Yəni, baxın, indi dünyada 200-ə yaxın dövlət var, BMT-nin üzvü olan 200-ə yaxın dövlət var və bu dövlətlərin hər biri müasir qlobal siyasi proseslərlə ayaqlaşmağa çalışır. Və bu dövlətlər içərisində olan bəlkə yeganə dövlət İrandır ki, hələ də orta əsrlər qayda qanununu öz ölkəsində tətbiq etməkdə israrlıdır. Və bu çoxdan anlaşılan və başa düşülməli bir məsələdir ki, İranda idarə etmə üsulları islahata məruz qalmayana qədər bu hadisələr bugün bir şəkildə tamamlansa da sonra yenidən meydana çıxacaq. Baxın, məsələn, 46 il əvvəl İslam Respublikası qurulanda İran əhalisinin nümayişlərdə səsləndirdiyi şüarlarla 20 il əvvəl və bugün səsləndirilən şüarlar həddindən artıq fərqlidir. Əgər 20-25 il əvvəl Amerika Birləşmiş Ştatları tərəfindən və yaxud İsrail tərəfindən İrana qarşı hər hansı bir təzyiq göstəriləndə İran əhalisi Amerikaya ölüm, İsrailə ölüm şüarları ilə meydana çıxırdılar. Bugün İran əhalisi küçələrə, meydanlara, etiraz nümayişlərinə çıxanda Amerikanı və İsraili öz ölkəsinə dəvət edir və əksinə ilk dəfə olaraq bu ilin əvvəlində başlayan ixtişaşlarda məhz adı ilə Xomeyniyə ölüm şüarı ilə meydana çıxdılar. Yəni artıq təngə mi gəlib? Bəli. Bu onu göstərir ki, İran cəmiyyəti bütövlükdə dəyişiklikləri nəinki hazırdır, bu dəyişiklikləri həm də tələb edir və öz həyatı bahasına da olsa tələb edir. Belə bir tələb qarşısında, belə bu səviyyəli etirazlar qarşısında İran İslam Respublikasının tab gətirə biləcəyi və yaxud da hakimiyyəti bu şəkildə davam etdirə biləcəyi real görünmür. Burada daha böyük təhlükə hakimiyyət üçün daxildədir. Nəinki Amerika Birləşmiş Ştatları və yaxud İsrailin raketləri, bombaları. Daha ağır, daha ciddi təhlükə İran hakimiyyəti üçün daxildədir. Çünki 90 milyona yaxın insan artıq bu hakimiyyəti qəbul etmir. Ona görə düşünürəm ki, bu hakimiyyətin, bu rejimin sonu yaxınlaşıb. Rejim bütövlükdə dəyişməlidir, idarə etmədə islahatlar aparılmalıdır. Hansı qüvvənin hakimiyyətə gəlməsi özü böyük sual doğurur. Çünki 50 ilə yaxın müddət ərzində İran cəmiyyətində siyasi fəaliyyətə meyl göstərən bütün insanlar öldürülüb və yaxud ölkədən qovulub və hal-hazırda İran əhalisini daha uğurlu bir nəticəyə aparıb gətirən rejim əleyhinə, daha uğurlu bir nəticəyə aparıb çıxara biləcək bir lider də yoxdur ölkədə. Ona görə də İranda gələcəkdə müxtəlif hissələrə parçalanma ssenarisi də real ola bilər və yaxud insanlar bir şəkildə təşkilatlanıb bu rejimin sonuna çıxacaqlar. Hətta İsrail və Amerika bir neçə gündən sonra, bir neçə həftədən sonra geri çəkilsə belə, İran əhalisi artıq rejimi çöktürməyin mümkün olduğunu hiss elədilər və onların geri qayıdacağına inanmıram. Təşəkkür edirəm. Minnətdaram Cavanşir bəy təqdirləriniz üçün. Milli Məclisin üzvü Cavanşir Feyziyevlə həm söhbət olduq, həm İranın Azərbaycana qarşı dünən həyata keçirdiyi terror aktı və bununla bağlı Azərbaycanın qəti mövqeyi, atılan addımlar, notanın verilməsi, Təhlükəsizlik Şurasının iclasının keçirilməsi və silahlı qüvvələrin hazır vəziyyətə gətirilməsi ilə bağlı istiqamətlərdə danışdıq və bugün də artıq Azərbaycanın Tehrandakı səfirliyinin nümayəndələri, həmçinin Təbrizdəki konsulun nümayəndələrinin də Azərbaycana təxliyə prosesi davam
davam edir deyilir və bununla bağlı da Azərbaycan İranın cavabını, reaksiyasını da gözləyir. Yenilənən məlumatlar gəlir təbii ki, əgər İrandan danışırıqsa, İran Birləşmiş Ştatlar İsrail müharibəsi ilə bağlı yeni faktlar ortaya çıxmağa başlayıb. İsrail Müdafiə Ordusu Tehranda fevralın 28-də öldürülmüş İranın ali lideri Ayətullah Əli Xamneyinin yeraltı hərbi bunkerinin məhv edildiyini elan edib. Bu barədə İsrail ordusunun bəyanatında bildirilib. Bir qədər əvvəl İsrail ordusunun dəqiq kəşfiyyatı ilə idarə olunan təxminən 50 qırıcımız Tehranda Əli Xamneyinin bunkerinə zərbə endirib deyə bəyanatda bildirilib. Bir daha xatırladım, İsrail ordusunun bəyanatında vurğulanır ki, bir qədər əvvəl İsrail ordusunun dəqiq kəşfiyyatı ilə idarə olunan təxminən 50 qırıcımız Tehranda Əli Xamneyinin bunkerinə zərbə endirib deyə İsrail ordusunun bəyanatında vurğulanır. İsraildən danışırıqsa, İrandan danışırıqsa yeni məlumatlarımız da gəlir, onu sizlə bölüşək istəyirəm. İran prezidenti Məsud Pezeşkiyan artan gərginlik fonunda açıqlama verib. Bəzi ölkələr vasitəçilik təşəbbüslərinə başlayıb və biz onlara bölgədə davamlı sülhün təmin olunmasına sadiq olduğumuzu bildirmişik deyə o açıqlamasında vurğulayıb. Bu arada Ali dini liderin aradan götürülməsindən, öldürülməsi ilə bağlı danışdıq, ancaq yeni dini liderlə də bağlı bir mövqe var. 2 günə qədər İranın yeni ali rəhbəri təqdim olunacaq. Əli Xamneyinin kölgəsi başımızın üzərində qalacaq. Bunu İran parlamentinin deputatı Mohsen Zəngane deyib. Ali rəhbər postu üçün son 2 namizəd qalıb. Hər ikisi bu vəzifəni qəbul etməkdən imtina edir deyə o açıqlamasında vurğulayır. Bir qədər öncə isə əslində belə bir məlumat var idi ki, hansı ki yeni dini liderin təqdim olunması məqsədi ilə bu proses bir qədər yubadılır. Əsas səbəb olaraq da məhz Birləşmiş Ştatların yeni seçiləcək dini liderin də öldürülməsi ilə bağlı olan bir qorxudan irəli gələn addım olduğu da deyildi. Bəhreyn hava hücumundan müdafiə qüvvələri bölgədə müharibə başlayandan bəri İran ərazisindən buraxılmış 78 raket və 143 pilotsuz uçuş aparatını məhv edib. Bu barədə Bəhreyn Silahlı Qüvvələri Komandanlığının bəyanatında deyilir. Komandanlıq Bəhreyn sakinlərinə ehtiyatlı olmağı, evdə qalmaq və yalnız zəruri hallarda küçəyə çıxmağı tövsiyə edib.